Salam əziz şagirdlər, əziz izləyicilər. Bugünkü dərsimiz 6-cı sinif riyaziyyat dərsliyindən kəmiyyətlərin nisbəti mövzusuna həsr olunub. Bu dərsdə həm mövzunun izahını, həm də dərslikdəki 35-38-ci səhifələrdə verilən çalışmaların həllini birlikdə araşdıracağıq. Dərsin sonunda güman edirəm ki, bu dərsə aid heç bir sualınız, heç bir çətinliyiniz qalmayacaq. Hazırsınızsa başlayaq. Kəmiyyətlərin nisbəti. Əvvəl bu sözlərin özlərini ayırd eləyək ki, kəmiyyət nədir, nisbət nədir? Nədir kəmiyyət? Bəli, ölçülə bilən hər nə varsa kəmiyyətdir. Uzunluq, kütlə, zaman, sürət, həcm və s. Bunlar hamısı ölçülə biləndir. Deməli, kəmiyyətlərdir. Bəs nisbət nədir? Ötən dərslərimizdə öyrənmişik ki, iki və ya daha çox ədədin və ya kəmiyyətin bir-biri ilə müqayisə edilməsidir nisbət. Yəni, iki ədədin nisbətini biz A bölünmüş B və yaxud da ki, kəsr xətti ilə yazırdıq, surətdə A, məxrəcdə B belə yazırdıq. İndi bizim bugünkü dərsimiz kəmiyyətlərin nisbətidir. Kəmiyyətlərin nisbətinə keçərkən biz bir eyni adlı kəmiyyətlərin nisbətinə keçəcəyik. Sonra isə müxtəlif adlı kəmiyyətlərin nisbətinə də baxacağıq. İndi əvvəlcə eyni adlı kəmiyyətlərin nisbətindən danışaq. Eyni adlı kəmiyyətlərin nisbətini, yəni məsələn kütlənin kütləyə, zamanın zamana nisbətini taparkən onlar eyni vahidlə ifadə olunmalıdır. Bax, buna diqqət eləmək lazımdır. Yəni eyni vahidlə ifadə olunmalıdır. Sonra eyni vahidlə ifadə olunduqdan sonra həmin vahidləri atırıq, nisbəti sadələşdiririk və vahidsiz yazırıq. Deməli, eyni adlı kəmiyyətlərin nisbəti ədədlərin nisbətinə gətirilir. Məsələn, kitab dərsliyimizdə olan nümunədə də fikir verin. Bu şəkildə düzbucaqlının uzunluğunun eninə nisbətini tapıblar. Uzunluğu 6 sm olub, eni 4 sm olub və bunlar hər ikisi eyni ölçü vahidi iləndir, hər ikisi santimetrdir. Deməli, santimetrləri atıb, ədədlərin nisbətinə gətirilib 6/4. Sonra isə nisbətin əvvəlki və sonraki həddini onların əbobuna, yəni 6 ilə 4-ün əbobu 2 olduğu üçün 2-yə bölüblər və sonra onu 2-də 3 və yaxud da ki 3/2 kimi yazıblar. Biz də bu göstərişi nəzərə almalıyıq. İndi çalışma 1-ə baxaq. Çalışma 1-də şəkildə verilənlərə görə uyğun nisbəti yazın və sadələşdirin. Bu nisbətin tərsini yazın və nəyi göstərdiyini izah edin. Bu tərəfdən yazıram. Çalışma 1. Əvvəl A bəndini yazaq. Quzunun kütləsinin dananın kütləsinə olan nisbəti. Sadəlik üçün mən belə yazırım. Quzu bölünmüş dana. Quzunun kütləsini nə qədər verib bizə? 8 kiloqram. Deməli, 8 kiloqramın dananın kütləsini nə qədər verib? 68 kiloqram. Bax, hər ikisi eyni ölçü vahidindədir. Bəli, hər ikisi kiloqramlandır. Kiloqramları ata bilərik. Qalır 68-də 8. Bu kəsr isə surət məxrəci bölünə bilir 4-ə. Yəni, nisbət kimi də baxsaq, bilirik ki, nisbətin əvvəlki və sonraki həddini eyni bir ədədə böldükdə ona ekvivalent nisbəti alınır. 4-ə bölsək 2, 68-də 4-ə bölsək 17. Deməli, aldıq 2-nin 17-yə nisbəti. Yəni, quzunun kütləsinin dananın kütləsinə olan nisbəti 2-nin 17-yə nisbəti kimidir. Çalışmanın sonraki tələbi deyirdi ki, bu nisbətin tərsini yazın. İndi bu nisbətin tərsi, yəni tərs nisbəti yazmaq üçün də nisbətin əvvəlki və sonraki ədədlərinin yerini dəyişməliyik. Olur 17/2. Tərs nisbət nəyi bildirir? 17 dananın kütləsini quzunun kütləsinə olan nisbəti. Quzunun kütləsinə olan nisbətini bildirir. B bəndində nə istəyir? Nərə balığının uzunluğunun hek balığının uzunluğuna nisbəti. Yenə də eyni kəmiyyətlərdə uzunluğun uzunluğa nisbəti. Yəni, sadəlik üçün yazım nərə bölünmüş hek. Yəni, uzunluqdan söhbət gedir. Nərə balığının uzunluğu 140 santimetrdir. Hek balığının uzunluğu 30 santimetr verilib.
Yenə də hər ikisi eyni ölçü vahidindədir. Santimetrləri ata bilərik. Ədədlərin nisbətinə keçirik. 30-da 140. Burada isə nisbətin həm əvvəlki, həm də sonraki həddini 10-a bölə bilərik. Qalar 14 bölünmüş 3. Deməli, nərə balığının uzunluğunun, hek balığının uzunluğuna olan nisbəti 14 böl 3 kimidir. Bunun tərs nisbəti necə olar? Tərs nisbəti olar 3 böl 14 kimi. Bu nəyi bildirir? 3 hek balığının uzunluğuna aid idi. Hek balığının uzunluğu bölünmüş nərə balığının uzunluğu. Nərə balığının uzunluğu. Belə. İndi çalışma 2-yə baxaq. Çalışma 2-də kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin. Nümunəyə baxaq. 750 qramın 2 kiloqrama olan nisbətini istəyir. Necə yazıblar? Kəsr xətti ilə əvəz eləyiblər bölməni. Sonra kiloqramı qrama çeviriblər, yəni eyni adlı, eyni vahidə gətiriblər. Sonra sadələşdiriblər. Qramları atıb, sonra da sadələşdiriblər. İndi bu qayda ilə biz də bu çalışmanın davamını eləyək. Çalışma 2. Çalışma 2-də əvvəlcə A bəndinə baxaq. 14 santimetrin bölünmüş 4 metr. Eyni ölçü vahidinə gətirək. Deməli, santimetr qalsın, 14 santimetr. 4 metri biz yaza bilərik 400 santimetr. İndi santimetrləri ata bilərik. Ədədlərin nisbətinə gəlir. 14-ün 400-ə nisbəti. Bilirik ki, 14 və 400 hər ikisi ən çoxu bölünür 2-yə. Onda qalır 7 böl 200. Və bunu bölmə əməli ilə yazsaq, 7-nin 200 olan nisbəti. Bu A bəndinin cavabı. İndi B bəndinə baxaq. 7 litrin 500 millilitr olan nisbəti. Yenə millilitr qalsın, kiçiyidir, böyüyü xırdalayırıq. 7 litr 7000 millilitr deməkdir. 7000 millilitr bölünmüş 500 millilitr. O da bərabərdir. Burada millilitrlər gedir. Ata bilərik, çünki eyni vahidlərdir. 7000 və 500-ün əbobu neçədir? Elə 500 özüdür. 500-ə bölə bilərik. Onda alırıq 14-ün 1-ə nisbəti. Bunu da bölmə əməli ilə yazsaq, 14 bölünmüş 1. C bəndi. 2 həftə bölünmüş 6 gün. Yenə bu nisbəti yazmaq üçün həftəni günə çevirək. Bir həftəmiz 7 gündür, onda 2 həftə olur 14 gün. 14 günün 6 günə olan nisbəti. Günləri atsaq, ata bilərik. Keçirik ədədlərin nisbətinə. 6-da 14. Hər ikisi 2-yə bölünür. Alırıq 7 böl 3. Deməli, 2 həftənin 6 günə olan nisbəti 7-nin 3 olan nisbəti kimidir. D bəndi. 4 desimetrin 20 santimetr olan nisbəti. 1 desimetrimiz 10 santimetrdir. Onda 4 desimetrimiz olur 40 santimetr. Deməli, bu 40 santimetrin 20 santimetr olan nisbətidir. Eyni vahidlərdir. Santimetrləri ata bilərik. Keçirik ədədlərin nisbətinə. 40-ın 20-yə nisbəti. Burada da bölünənin əvvəlki və sonraki hədlərinin hər birini 20-yə bölə bilərik. Alırıq 2 böl 1. Deməli, 2-nin 1-ə nisbəti. E bəndində 2 saat bölünmüş 200 dəqiqə.
yenə də nə etməliyik? Saatı dəqiqəyə çevirməliyik. 1 saatımız 60 dəqiqə olduğu üçün 2 saat 120 dəqiqədir. Deməli, 120 dəqiqənin 200 dəqiqəyə olan nisbəti. Eyni vahidlər olduğundan dəqiqələri ata bilərik. Keçirik ədədlərin nisbətinə. 200-də 120. Bu isə 120 ilə 200-ün əbobu 40 olduğu üçün 40-a bölürük. 3-ün 5-ə nisbəti. Deməli, oldu 3-ün 5-ə nisbəti. F bəndi. F bəndinə baxaq. 40 qəpik bölünmüş 3 manat. Kəsr xətti ilə əvəz eləyək bölməni. 40 qəpik. Məxrəcdə isə manatı qəpiyə çevirsək 1 manat 100 qəpikdir. Deməli 3 manat 300 qəpikdir. 300 qəpik. Yenə eyni vahidlər olduğundan qəpikləri ata bilərik. Keçərik ədədlərin nisbətinə. 300-də 40. Bu isə neçəyə ixtisar gedir? 20-yə ixtisar gedir. 20-yə bölə bilərik. Surətdə 2, məxrəcdə 15. Deməli, oldu 2-nin 15-ə nisbəti. G bəndi. G bəndində 240 kiloqram bölünmüş 6 ton. Deməli, tonu kiloqrama çevirməliyik. Surətdə yazdıq 240 kiloqrama. 1 tonumuz neçə kiloqramdır? 1000 kiloqram. Onda 6 tonumuz 6000 kiloqramdır. Burada kiloqramlar yenə atılır. Eyni ölçü vahidləridir. 240 ilə 6000 əbobları neçədir onların? 120. Hətta elə 240-ın özünə bölünür. Gəlin biz onu hissə eləyək. Əvvəl 120-yə bölsək, qalır 2-nin 50-yə nisbəti. Onu da 2-yə bölsək, 1-in 25-ə nisbəti. Deməli, oldu 1/25. Sadələşdirdik. H bəndi. H bəndində 36 saniyənin 4 dəqiqəyə olan nisbətini soruşur. Yenə də çiyi saxlayaq, yəni saniyəni saxlayaq. Dəqiqəni saniyəyə çevirək. 1 dəqiqəmiz 60 saniyədir. Onda 4 dəqiqəmiz 4/60, yəni 240 saniyədir. Burada da ona saniyələri ataq və 240-da 36-nı biz neçəyə ixtisar eləyə bilərik, neçəyə bölə bilərik? 12-yə bölə bilərik. 12-yə bölsək 3, burada da 20. Deməli, oldu 3/20. İ bəndində 3 kvadrat metrin 40 kvadrat desimetr olan nisbəti bərabərdir. Desimetr kvadratına çevirməliyik. Biz bilirik ki, 1 metrimiz 10 desimetrdir. 1 metr 10 desimetrdir. Onda bizə hər tərəfi kvadrata yüksəltsək, 1 kvadrat metr 10-un kvadratı kvadrat desimetr olar. Yəni 1 kvadrat metr olar 100 kvadrat desimetr. Deməli, onda yazmalıyıq ki, 3/100 o da eləyər 300 kvadrat desimetr bölünmüş 40 kvadrat desimetr. Burada isə kvadrat desimetrləri atmaq olar. Keçirik ədədlərin nisbətinə. 300 bölünmüş 40. Burada da 20-yə bölsək, nisbətin əvvəlki və sonraki ədədlərini qalır 15-in 2-yə nisbəti. Yəni 15/2. C bəndinə baxaq. C bəndində 250 qramın 1 kiloqrama olan nisbəti. 250 qram bölünmüş 1 kiloqram. Yenə də kiloqramı qrama çevirməliyik. 250 qram qalsın. 1 kiloqram 1000 qramdır.
Yenə qramlar ixtisar gedir. Qalır ədədlərin nisbəti 1000-də 250. Burada isə 250-yə bölmək olar nisbətin hər bir həddini. Qalır 1/4. Yəni 1-in 4-ə nisbəti. K bəndi. 4 ay bölünmüş 1 il. İli aya çevirməliyik. Bir ilimiz 12 aydır. Yenə də aylar ixtisar getsə, ədədlərin nisbətinə keçirik. 4/12. Orada da 4-ə ixtisar eləmək olar. Qalır 3-də 1. Yəni 1-in 3-ə nisbəti. L bəndi 300 kub metrin 2 kub santimetr olan nisbətini tapmaq üçün burada yenə kiçik ölçü vahidi qalır. Kub millimetr olduğu kimi qalır. 300 kub millimetr bölünmüş 2 kub santimetri. Kub santimetri kub millimetre çevirmək üçün keçidi yadımıza salaq. 1 santimetr neçə millimetr idi? 1 santimetr 10 millimetr idi. Onda bunun hər tərəfini kuba yüksəlsək, alaraq ki 1-in kubu ilə 1 eləyir. 1 kub santimetr bərabərdir. Onun da kubu 1000 eləyir. 1000 kub millimetr. Deməli, onu da alırıq ki 2 kub santimetr olar 2000 kub millimetr. Yəni, burada kub millimetrləri ixtisar eləsək, keçərik ədədlərin nisbətinə 2000-də 300, bu isə 100-ə bölünür. Nisbətin əvvəlki və sonraki hədləri qalır 3-ün 20-yə nisbəti. Yazaq bölmə əməli ilə 3-ün 20-yə nisbəti. Bəli. İndi keçək sonraki çalışmaya, 3-cü çalışma. 3-cü çalışmada nə verir bizə? Deyir, uzunluğu 18 santimetr olan AG parçası 6 bərabər hissəyə bölünmüşdür. Aha, deməli, onda belə çıxır ki, hər bir parçanın uzunluğu 18/6. 3, 3, 3, 3, 3, 3. Hər bir parçanın uzunluğunu tapdıq. İndi bizdən nisbətləri soruşur. AD bölünmüş A'yı. AD'nin uzunluğu A'dan D'yə qədər 9. 9'un A'yı isə A'dan Y'yə qədər isə 4 dənə 3 var. O da ki 12 eləyir. Bu nisbəti sadələşdirək, yəni ona ekvivalent elə bir nisbətlə əvəz eləyək ki, orada nisbətin əvvəlki və sonraki hədləri qarşılıqlı sadə olsunlar. Yəni, sadə dildə desək, biz 9 və 12-nin əbobuna bölməliyik. 3-ün 4-ə nisbət alırıq. 3-ə böldük. O birisi bənddə SY-nin BG-yə. S'dən Y'yə qədər 6'dır. Deməli, onda 6'nın BG nə qədərdir? B'dən G'yə qədər. B'dən G'yə qədər 3, 6, 9, 12, 15. 15'dir. 6'nın 15'ə nisbəti. Burada da 6 və 15'in əbobu 3 olduğu üçün bunu 3'ə bölsək, nisbətin sonraki və əvvəlki və sonraki hədlərini alırıq 2'nin 5'ə nisbəti. Sonra o birisi bənddə YF burada 3'dür. Bu bərabərdir 3'ün AY'yə nisbəti. A'dan Y'yə qədər isə 12'dir. 3'ün 12'yə nisbəti. Burada da nisbətin əvvəlki və sonraki hədləri hər ikisi 3'ə bölündüyü üçün 3'ə bölə bilərik. Deməli, alırıq 1'in 4'ə nisbəti. Sonra AF nə qədərdir? A'dan F'ə qədər 15'dir. 15'in BD nə qədərdir? BD'də 2 dənə 3 var. 6'ya nisbəti. O da bərabərdir. Burada da nisbətin əvvəlki və sonraki hədləri 3'ə bölünür. Alırıq ki, 5'in 2'yə nisbəti. Və bu çalışmanı da həll elədik. Çalışma 4'ə baxaq. Bir maşının çənindəki 50 litr benzindən 35 litri sərf olundu. Deməli, 50 litr benzin var idi. 35 litri
sərf olundusa, onda qaldı neçə litr? Qaldını da tapmaq üçün biz 50-dən 35-i çıxmalıyıq. 50 çıx 35 elədi 15 litr. İndi bizdə qalan benzinin həcminin sərf olunmuş benzinin həcminə olan nisbətini soruşur. Nömrə 4-də qalan benzinin, yenə sadə qalan benzinin sərf olunmuşun nisbətini soruşursa, qalan benzin dedik ki 15 litrdir. 15 litrin, sərf olunmuş isə 35 litr idi. Burada litrlər ixtisar gedir, qalır 15-in 35-ə nisbəti. Bu da 5-ə ixtisar getsə, 3-ün 7-yə, yəni 3/7 nisbəti kimidir. A bəndində. Sərf olunmuş benzinin əvvəl çəndə olan benzinə, əvvəlki həcmi nisbətini soruşur. Sərf olunan dedik ki 35 litrdir. Əvvəlki isə 50 litr idi. Yenə litrlər ixtisar getdi, qaldı 50-də 35. Bu isə 5-ə ixtisar eləsək, qalır 10-da 7, yəni 7-nin 10-a nisbəti. B bəndi. B bəndində deyir, birinci əkin sahəsindən 420 ton, ikinci sahədən isə 140 min kiloqram məhsul yığıldı. Aha, burada müxtəlif ölçü vahidləri ilə verib. Eyni kəmiyyətlərdir, amma biri tondan, biri kiloqramdan verib. Gəlin bunu eyni adlıya çevirək. Eyni ölçü vahidinə getirək daha doğrusu. Birinci əkin sahəsindən 420 ton. 420 tonu çevirsək, bir tonumuz 1000 kiloqram olduğundan bu 420 min kiloqram deməkdir. İkinci sahədən isə 140 min kiloqram. Bizdən soruşur ki, ikinci sahədən yığılan məhsulun miqdarının birincidən yığılan məhsulun miqdarına olan nisbəti. Yəni ikincinin birinciyə olan nisbətini soruşur. Onda 140 minin 420 minə olan nisbət. Şöyle biz burada tona da rahat çevirə bilərdik. Yəni tonu saxlayardıq, 140 min kiloqram tonla çevirib daha rahat yaza bilərdik. Burada hər ikisinin sonundan 4 dənə sıfıra, yəni 10 minə bölə bilərəm. Amma bu hələ sadələşdirilmiş deyil. Bu sadəcə buna ekvivalent bir nisbətdir. Yenə də 14-ə bölsəm 1-in 3-ə nisbəti. Bax, bu artıq sadə nisbətdir. Sonra ikinci sual nə deyir? Birinci sahədən yığılan məhsulun, ümumi məhsulda nədir? Ümumi də, yəni birinci ilə ikincinin cəmi. Birinci sahədən 420 min kiloqram idi. Ümumi isə 420 mindən 140 mini toplasaq, burada gəlin yazaq ümumi. Ümumi də olur 420 mindən də 140 mini toplasaq eləyir 560 min kiloqram. Burada da ümumi də oldu 560 min kiloqram. Bu da bərabərdir. Yenə hər ikisi kiloqramla eyni vahidlə ifadə olunduğundan bunları ixtisar eləyə bilərik kiloqramları. Yenə də hər ikisinin sonundan həm kiloqramlar getdi, həm də 4 dənə sıfırları atırdıq. Yəni 10 minə ixtisar elədik. Qalanını da 14-ə bölə bilərik. Qalır məxrəcdə 4, surətdə 3. Bu isə 3-ün 4-ə nisbəti deməkdir. C bəndinə baxaq. C bəndində bir kvadratın sahəsi, bir dənə kvadrat verilib ki, bu kvadratın sahəsi 9 kvadrat santimetrdir. Amma onun tərəfini bilmirəm. Gəlin o kvadratın tərəfini tapaq.
Kvadratın sahəsi tərəfinin kvadratıdır. Hansı ədədin kvadratı 9 kvadrat santimetr? Hansı ədədin kvadratı 9-dur? 3-ün müsbət ədəd olduğu üçün müsbət 3-ün. Deməli, kvadratın tərəfi 3-dür. Digər kvadratın perimetri isə, ikinci bir kvadrat da var ki, burada. Onun da tərəfi bilmirəm nədir. Ona da bir y deyim. Onun perimetri 240 millimetrdir. 240 millimetr, gəlin mən bunu burada santimetrlə almışdım. Bu millimetri santimetrə çevirsəm, bu 24 santimetr deməkdir. Onda kvadratın perimetri axı 4 vurulmuş tərəfidir. Deməli, 4y 24-dürsə, onda y 6 imiş. Yəni, kvadratın tərəfi 6 santimetr imiş. İndi bizdən nə istəyir? Kiçik kvadratın tərəfinin böyük kvadratın tərəfinə nisbəti. Kiçiyin tərəfi 3-dür. 3-ün 6-ya nisbəti. 3-ün 6-ya nisbəti. Biz bunu 3-ə bölsək nisbətini əvvəlki və sonraki ədlərini alırıq 1-in 2-yə nisbəti. Böyük kvadratın sahəsinin, böyük kvadratın sahəsini tapmamışıq hələ. Gəlin, böyük kvadratın sahəsini tapaq. Bu tərəfi y olduğundan y-in kvadratıdır. Y-i də 6 tapdıqsa, oldu 6-nın kvadratı. Yəni, 36 kvadrat santimetr. Deməli, indi böyük kvadratın sahəsi oldu 36 bölünmüş. Kiçik kvadratın sahəsi, kiçik kvadratın sahəsini özü vermişdi, 9 idi. Burada da nisbətin həm əvvəlki, həm də sonraki hədlərini 9-a bölə bilərik. Alırıq 4-ün 1-ə nisbəti kimi. Davam edək, məsələ 5. Velosipedçi sabit sürətlə 3 saatda 24 kilometr yol getdi. Ədəd oxlarında sual işarələrinin yerinə uyğun ədədləri tapın və suallara cavab verin. Baxırıq. Deməli, məsafə oxu var, bir də zaman oxu var. 0-da, yəni 0 zaman anında məsafə də 0-dır, yol gedilməyib. 3-də 24 saatdır. İndi baxsaq, məsafə oxu 3 bərabər hissəyə bölünmüşdür və hər hissənin uzunluğunu tapmaq üçün, məsələn, buradakı 16-dan 24-ə gedəndə 24 çıxılsın 16, 8 olduğu üçün, deməli, bu məsafələrin hər biri 8 kilometrdir. Bu da 8-dir, bu da 8-dir, bu da 8-dir. Onda bu sual 16-dan 8-i çıxarıq, 8 imiş. Məsafə oxu üzərində 24-dən sonraki növbəti 8 gəlsək üstünə, bu 32 olar. Zaman oxu üzərində isə bərabər parçalar, bu parçanın uzunluğu 1-dirsə, deməli, hər növbəti parça üçün də 1 əlavə olunmuşdur. 1-in üstünə 1 gəlsək, 2, bu 3, bu da 4. İndi suallara cavab verək. Bu tərəfdə yazaq, çalışma nömrə 5. A bəndi. Velosipedçinin sürəti nə qədərdir? Biz dedik ki, sürəti V hərfi ilə işarə edirlər və sürət gedilən yolun zamana olan nisbətidir. İndi bizdə də sürət tapmaq üçün, əgər 3 saata 24 kilometr yol gedilibsə və yaxud da ki, belə də deyə bilərik ki, vahid zamanda gedilən yolun uzunluğu sürətdir. Bizə tapdıq vahid zamanda 1 saata 8 kilometr yol gedib. Belə də cavab verə bilərdik və yaxud da ki, elə ilk başdan 3 saatda 24 kilometr yol gedibsə, onda sürət bərabərdir. Gedilən yolun, yəni 24 kilometrin 3 saatı olan nisbətinə. Bunu da sadələşdirsək, 8-in 1-ə nisbəti, 8 kilometrin 1 saatı olan nisbəti, deməli, saatda 8 kilometr yol gedir. Sürət budur. Bunu da sadə olaraq 8 kilometr bölü saat yazırlar. B bəndi. Bu sürətlə o 4 saatda nə qədər yol gedər? 4 saatda biz görürük ki, bax, burada da 4 saata 32 kilometr yol gedib. 4 saata indi bunu biz 8 bölünmüş 1-i bu sürətlə məxrəcini 4 eləyiriksə, 4 saat eləyiriksə, buradan bura keçəndə 4-ə vurmuşuqsa, deməli 8-i də 4-ə vurmalıyıq.
Bu da eləyər 4, bu da eləyər 32. Deməli 32 kilometr yol gedər. Nisbət kimi göstərəndə nisbətin əvvəlki həddi burada gedilən yol, sonrakı həddi isə zamandır. C bəndi. O bu sürətlə 16 kilometr məsafəni nə qədər vaxtda gedər? Yenə də eyni bu sürətlə. Deməli, sürət axı 8-in 1-ə nisbəti idi, yəni 8 kilometrin 1 saata nisbəti idi. O da bərabərdir 16 kilometr məsafəni. Yəni, məsafə əgər 16 kilometr olarsa, onda buradan da, əgər buradan bura keçəndə 2-yə vurmuşuqsa, burada saatı da 2 dəfə artırmalıyıq. Bu da olar 2 saat. Deməli, 2 saata gedər. Cavab 2 saat. Çalışma 6-ya baxaq. Çalışma 6-da avtomobil 40 kilometr yolu getməyə 4 litr benzin sərf etdi. Cədvəli tamamlayın və suallara cavab verin. Əgər 40 kilometr yolu getməyə 4 litr benzin sərf edibsə, 20 kilometr yolu getməyə bundan 2 dəfə az, yəni 2 litr benzin sərf edər. Onda 1 litri, onda 2 dəfə az, yəni 20-dən 2 dəfə az, 10 kilometr yol getməyə sərf eləyər. 8 litr, buradan bura keçəndə 2-yə vurmuşuq, deməli 40-ı da 2-yə vururuq, bu da eləyir 80. Yenə də neçənin 16-ya nisbəti 10-un 1-ə nisbəti kimidir? 160-ın. Bunu belə də deyə bilərik ki, 80-dən 160-a gedəndə 2-yə vurduq. Burada da 8-ə 16-ya çevirəndə 2-yə vurmuşuq. İndi suallara bir-bir cavab verək. Cədvəli doldurduq. Nömrə 6-da A bəndi. 1 litr benzinlə nə qədər yol getmək olar? Cədvəldən də görürük ki, 10 kilometr. B bəndi. 20 kilometr yola nə qədər benzin sərf olunar? Cədvəldə də gördük ki, 2 litr. C bəndində 16 litr benzin sərf etməklə neçə kilometr yol qət etmək olar? 16 litr buradadır, 160 kilometr. İndi keçək çalışma 7-yə. Nömrə 7. Printer 15 saniyəyə 30 səhifə çap etdi. 1 saniyədə neçə səhifə çap olunar? Deməli, yenə də əgər 1 saniyəni istəyirsə, onda 30 səhifəni 15 saniyəyə çap edibsə, onda 1 saniyəyə biz nisbətin əvvəlki və sonraki hədlərini 15-ə bölürük. Oldu 2 səhifə. Deməli, 2 səhifəni 1 saniyəyə çap eləyər. Yəni, A bəndinin cavabı oldu 2 səhifə. 1 səhifəni neçə saniyəyə çap edə bilər? B bəndi. 1 səhifəni, indi burada nisbətin əvvəlki və sonraki hədlərini biz 2-yə bölsək 1 səhifə alarıq da. Elə burada onu davam eləyim. Sadəcə qarışmasın deyə başqa rənglə yazıram. 2-ni 2-yə bölsək 1 səhifə. Onda 1 saniyəni də bölməliyik 2-yə. O da eləyər 0,5 saniyə. Deməli, onda 1 səhifəni yarım saniyəyə, yəni 0,5 saniyəyə çap edər. Çalışma 8. Fikirlərə əsasən kəmiyyətlərin nisbətini yazın və mənasını izah edin. Krandan 6 dəqiqədə 15 litr su axdı. Deməli, onda 6 dəqiqədə 15 litr su axdısa, axıdılan suyun həcminin zamana olan nisbətini tapsaq, 15 litrin 6 dəqiqəyə nisbətini tapsaq, onda biz burada hər ikisini, yəni nisbətin əvvəlki və sonraki hədlərini 3-ə bölə bilərik. Bu da olur
5 litr 2 dəqiqədə axır. Deməli, 2 dəqiqədə 5 litr axır. Və yaxud da ki, 1 dəqiqədə 2,5 litr su axır. B bəndi. Samir 4 manata 8 şüşə su aldı. Biz ödənilən məbləğin miqdara olan nisbətini tapsaq, onda suyun qiymətini taparıq. Deməli, qiymət, yəni bir dənəyə aid olan qiymət ödənilən məbləğin miqdarı olan nisbətidir. 4 manat verib, 4 manat və 8 şüşə su alıb. Onda bir şüşənin qiymətini tapmaq üçün biz bölməliyik 8-ə. Nisbətin əvvəlki və sonraki hədlərini. 4 manatı da 8-ə bölsək, eləyər 0,5. 0,5 manat. Bu tərəfdən də yazaq. Deməli, onda B bəndində 4 manatın 8 şüşəyə olan nisbəti, yəni, yenə deyirəm, ödənilən məbləğin miqdara olan nisbəti olur qiymət. Deməli, biz indi burada bir şüşəni tapmaq üçün 8-ə bölmüşüksə, 4 manatı da 8-ə bölməliyik. 4 manatı da 8-ə bölsək, 0,5 manat. Yəni, 50 qəpik. Bu, o deməkdir ki, 50 qəpik bir şüşəsidir. 9-cu çalışma. Usta Əli ötən həftə 36 saat işləyib 432 manat əmək haqqı aldı. Deməli, 432 manat bu 36 saata ödənilən puldur. Onda biz nisbətin əvvəlki və sonraki hədlərini 36-ya bölək görək 1 saata nə qədər pul düşür? 432-ni də 36-ya bölsə, bir kənarda bölək, 432 bölünmüş 36. 43-də 36 bir dəfə, 72-də də 2 dəfə. Deməli, 12 manat. Yəni, 1 saata 12 manat pul düşür. Onda bu A bəndi idi. A bəndinə cavab oldu 12 manat. B bəndində deyir, usta Əli ötən həftə 40 saat işləsəydi nə qədər əmək haqqı alardı? Əgər 1 saatı 12 manat alırsa, onda 40 saata da 40 vurulsun 12. O da eləyər 480 manat. Davam edək. Cismin kütləsinin onun həcminə nisbəti bu cismin sıxlığı adlanır. Sıxlığı rho hərfi ilə işarə edirlər. Rho bərabərdir M böl V-yə. Burada rho sıxlıq, M kütlə, V isə həcmdir. Kütləni kiloqram, həcmi kubmetr ilə ölçdükdə sıxlığın vahidi kiloqram bölünmüş kubmetr kimi yazılır. Sıxlıq qram bölünmüş kub santimetr vahidi ilə də yazıla bilər. Çalışma 10-da baxaq, verilənlərə əsasən cismin sıxlığını tapın və qram bölünmüş kub santimetr ilə ifadə edin. Nümunədə bizə həcmi 4 kub santimetr olan dəmirin kütləsinin 31,2 qram olduğu verilib və bunu həcmini necə tapır? Kütləni həcmə bölməklə. 31,2 qrama 4 kub santimetrə bölmək üçün nisbətin əvvəlki və sonraki hədlərini 4-ə bölüb, yəni biz bilirik ki, elə etmək lazımdır ki, nisbətin sonraki həddi 1 olsun. Ona görə 4-ü 4-ə bölmək lazımdır, surəti də 4-ə bölməliyik deməli. Və cavab alınır 7,8 qram bölünmüş 1 kub santimetr. Yəni 7,8 qram böl kub santimetr. Yəni dəmirin sıxlığı 7,8 qram böl kub santimetrdir. İndi
A bəndini biz edək. Yazaq çalışma 10. A bəndi. Həcmi 18 kub santimetr olan cismin kütləsi 81 qramdır. Deməli, biz nə etməliyik? Kütləni bölməliyik həcmə. Kütlə 81 qramdır. Bölürük həcmə. Həcm isə 18 kub santimetrdir. Bizdən sıxlığı qram bölünmüş kub santimetrlə istəyirdi. Vahidlərimiz elədir. İndi biz burada elə etməliyik ki, nisbətin sonrakı həddi 1 olsun. Ona görə biz 18-ə bölməliyik. Yəni 81-i də bölürük. 81 qramı da bölürük 18 yerə. 18 kub santimetri də bölürük 18-ə. Alınır. Məxrəcdə 1 kub santimetr. Surətdə isə 81-i 18-ə böləndə gəlin bölək 81 bölünmüş 18. 4 dəfə 18 72 eləyir. Qaldı 9. Tamımız bitdi. Vergül qoyduq. 9-un yanına 0. 90-da isə 18 5 dəfədir. Deməli 4,5 qram. Yəni biz alırıq ki, sıxlıq oldu 4,5 qram böl kub santimetr. B bəndi. Kili 0,4 metr olan taxta kubun kütləsi 44,8 kiloqramdır. Deməli, bax, yenə də sıxlığı tapmaq üçün, yəni rho-nu tapmaq üçün biz kütləni həcmə bölməliyik, amma həcmi verməyib birbaşa. Həcmi biz özümüz tapmalıyıq. Əgər kubun kili 0,4 metrdirsə, onda onun həcmini tapmaq üçün gəlin əvvəlcə çevirməni aparaq, santimetrə çevirək, kubun tili A olsun, onda o kubun tili A-dırsa biz bilirik ki, onun həcmi A-nın kubu kimi hesablanır. V bərabərdir A kubuna. Və A-nı da bizə verib ki, 0,4 metrdir. Əgər bizdən həcmi qram bölünmüş kub santimetrlə istəyirsə, deməli biz burada metri santimetrə çevirməliyik. 1 metrimiz 100 santimetr olduğundan 0,4-ü də vursaq 100 santimetrə, bu eləyər 40 santimetr. Onda həcm A-nın kubudur. 5-ci sinifdə keçmişik. 40 santimetrin kubu bizə verər 64.000 kub santimetri. İndi isə sıxlığı hesablaya bilərik. Onda sıxlıq bərabərdir kütlə 44,8 kiloqramdır. Aha, gəlin burada 44,8 kiloqramı da qrama çevirək, çünki bizdən qramla istəmişdi. 1 kiloqramımız 1000 qram olduğundan, deməli 44,8-ə vurmalıyıq 1000 qrama. Bu da bizə verir 44.800 qram. İndi tapa bilərik artıq sıxlığı. Sıxlıq, yəni rho bərabərdir. Bu M idi. Rho bərabərdir M böl V. Düstur. Kütləni, yəni 44.800 qrama bölürük həcmə. Həcmi də tapmışdıq 64.000 kub santimetrdir. Burada sadələşdirmə aparaq. Əvvəlcə hər ikisini sıfırları atarıq. 2-dən 0 getdi. İndi 640-a bölsək, gəlin bir kənarda 4448-i bölək 640-a. Yoxdur, 0 dəfə. 44-də 7 dəfə. 7 dənə 0, 0. 7 dənə 4, 28. 2 yadda 42, 44. Deməli tam oldu. 0,7.
Buradan silək. Bu da oldu 0,7. Belə göynə yazaq. 0,7 qram bölünmüş kub santimetr. Burada 1 kub santimetr yaza bilərik və yaxud da ki, elə deməli sıxlıq oldu 0,7 qram bölünmüş kub santimetr. Bu da B bəndinin cavabı. İndi isə C bəndinə baxaq. C bəndində artıq kuboiddən danışır. Uzunluğu 8 santimetr, eni 5 santimetr, hündürlüyü 3 santimetr olan metal kuboidin. Kuboid bilirik ki, bütün üzləri düzbucaqlılar olan, 6 dənə üzü olan belə bir fəza fiquru idi. Və o fiqurun ölçülərini verib, enini, uzunluğunu 8 santimetr, A bərabərdə 8 santimetr, enini 5 santimetr, hündürlüyünü də, ona da S ilə işarə eləsək, 3 santimetr. Qeyd eləyək ki, burada A qeyd eləyək ki, burada deməli A budur, A, B, bu da S idi. İndi biz onun həcmini tapa bilərik. Kuboidin həcmi bilirik ki, ABC üstunu ilə hesablanır. Yəni 8 santimetr vurulsun 5 santimetr vurulsun 3 santimetr. Bu isə bizə verər 8'i 5'e 40, 40'ı da 3'e 120. 120 kub santimetr. Kütlesini de verib ki, M de bərabərdir 324 qrama. Sıxlıq, yəni rho bərabərdir M böl V olduğundan, yəni kütlə bölünmüş həcm. Kütlə 324 qramdır. Həcm isə 120 kub santimetrdir. Yenə də elə etməliyik ki, nisbətən sonraki həddi 1'ə tamamlansın, 1 olsun. Ona görə nisbətən əvvəlki və sonraki hədlərini bölürük 120'yə. 120 kub santimetri 120'yə bölsək 1 kub santimetr. 324'ü də bir kənarda bölək. 324'ü də 120'yə bölsək 2 dəfə 240 4, burada da 8 virgülü qoyduq. 840'da da 7 dəfədir. Deməli oldu 2,7 qram bölünmüş kub santimetr. İndi bunu da daha səliqəli şəkildə yazaq. Bu da bərabərdir. Yəni sıxlıq nə aldıq? 2,7 qram bölünmüş kub santimetr. Keçək sonraki məsələ həllərinə. Lalə 3 dəqiqədə 360 metr, Samir isə 4 dəqiqədə 600 metr qaçır. Kimin sürəti çoxdur, Lalənin yoxsa Samirin? İndi gəlin çalışma 11'də hər birinin sürətini tapaq. Biz dedik ki, sürət vahid zamanda gedilən yolun uzunluğudur. Lalə üçün sürət, Lalənin sürəti. Və sürəti V hərfi ilə işarə etdik. Sürəti tapmaq üçün gedilən yolun uzunluğunu zamana bölmək lazımdır. Yolu S, zamanı isə T hərfi ilə işarə edirlər. Lalə 360 metri 3 dəqiqəyə gedib. 360 metr zamanda 3 dəqiqə. Biz dedik ki, sürət vahid zamanda gedilən yoldur. Vahid, yəni 1 dəqiqədə gedilən yoldur. Deməli, biz nisbətən sonraki həddini 1'ə gətirməliyik. Bunun üçün 3'ə bölək nisbətən əvvəlki və sonraki hədlərini. 1 dəqiqədə 120 metr yol gedir. Deməli, onda Lalənin sürəti 120 metr böl dəqiqədir. Bu Lalənin. İndi Samirin
sürətini tapaq. Samir üçün sürət, yəni S-in T-yə nisbəti, Samir 600 metri 4 dəqiqəyə qaçıb. Deməli, getdiyi yolun uzunluğu 600 metrdir. Bu yolu sərf eləyib 4 dəqiqə. Yenə də nisbətən sonraki həddini 1-ə getirmək üçün 4-ə bölək. 600-ü 4-ə bölsək 150 metr. 4 dəqiqəni də 4-ə bölsək 1 dəqiqə. Yəni, belə çıxdı ki, Samir 1 dəqiqədə 150 metr qaçır. Yəni, Samirin sürəti 150 metr böl dəqiqədir. Bizdən müqayisə istəyir. Kimin sürəti çoxdur? Aydın məsələdir ki, 150 metr böl dəqiqə böyükdür 120 metr böl dəqiqədən. Yəni, 150 metr dəqiqədə Samirin sürəti idi. Deməli, Samirin sürəti daha çoxdur. Samirin sürəti. Bu, A bəndinin sualının cavabı idi. Amma nə qədər? 150-dən də 120-ni çıxsaq, 30 metr böl dəqiqə. Deməli, 30 metr böl dəqiqə çoxdur Samirin sürəti. B bəndində hər kəs öz sürəti ilə qaçmaqda davam edərsə, 12 dəqiqədə kim daha çox məsafə qaçar? Nə qədər çox qaçar? Əslində, o nə qədər çoxu biz heç hesablamadan da, əgər 1 dəqiqədə 30 metr çoxdursa, onda 12 dəqiqədə də 12 vurulsun 30. Yəni, 360 metr çox yol gedər. İndi baxaq. Lalənin 12 dəqiqəyə getdiyi yolun uzunluğunu tapaq. Lalə əgər 1 dəqiqəyə 120 metr yol gedirdisə, onda 12 dəqiqəyə, belə deyək, B bəndi. Lalə 12 dəqiqədə 12 vurulsun 120. O da 140 metr. Üzr istəyirəm, 1440. 1440 metr yol gedər. Biraz buna yaxşı yazaq. Samiri isə Samir 12 dəqiqədə. Samirin sürəti nə qədər idi? 150 metr böl dəqiqə. Yəni, 1 dəqiqədə 150 metr gedirdi. Onda Samir 12 dəqiqədə 12 vurulsun 150. Bu da eləyər 1800 metr. İndi nə qədər çox getdi Samir 12 dəqiqədə Lalədən neçə metr çox getdi? Bunun üçün 1800-dən çıxırıq 1440-ı və bayaqki nəticəmizi alırıq. 360 metr çox yol gedər. Davam edək, 12-ci məsələyə baxaq. Şəkər tozu müxtəlif kütləli bağlamalarda satılır. Hansı bağlamada şəkər tozunun 1 kiloqramının qiyməti daha ucuzdur? Nə qədər? Baxaq, çalışma 12-yə. Birinci bağlamada 5 kiloqramdır və 7 manat 50 qəpiyidir. Yəni, 7,50 manatdır. Onda 1 kiloqramının qiymətini tapmaq üçün biz ümumi ödənilən pulu bölməliyik miqdarı, yəni 5 kiloqramı kütləsinə. 7,50-ni bölsək, deməli, bu manatdır və bunu bölsək 5 kiloqrama və nisbətin sonraki həddini biz 1-ə getirmək üçün hər iki həddi bölünən və böləni, yəni nisbətin əvvəlki və sonraki həddini 5-ə bölməliyik. Burada alınır 1 kiloqram, burada da alınır 1,50 manat. Yəni, belə çıxır ki, bu böyük bağlamadakı şəkər tozunun 1 kiloqramı
1 manat 50 qəpiyə düşür. Yəni 1 tam %50 manat kiloqramı. İkinci bağlamadakı şəkər tozunun 1 kiloqramının neçəyə düşdüyünü öyrənmək üçünsə, deməli 4 manat 80 qəpiyi, yəni 4,80 manatı bölməliyik 3 kiloqrama kütləsinə, yəni miqdar. İndi yenə də biz nisbətin əvvəlki və sonraki hədlərini bölək 3-ə. 3-ə bölsək, onda 1 kiloqramın neçəyədir onu taparıq. 1 tam %60 manat. Yəni bu onu bildirdi ki, çiy bağlamadakı şəkər tozunun kiloqramı 1 tam %60, yəni 1 manat 60 qəpikdir. Kiloqram. Onda hansının qiyməti daha ucuzdur? Aydın məsələdir ki, böyük bağlamadakı. Böyük bağlama və nə qədər ucuzdur? 1 kiloqramın qiyməti hansında daha ucuzdur? 10 qəpik. Böyük bağlamadakı böyük bağlama 1 kiloqrama 1 tam %60 çıxılsın 1 tam %50. O da eləyir 0 tam %10 manat. Yəni 10 qəpik ucuzdur. Yazaq 10 qəpik. İndi keçək B bəndinə. A bəndi idi. İndi B bəndinə cavab verək. 15 kiloqram şəkər tozunu hansı bağlamalarda aldıq? Nə qədər pula qənaət etmək olar? B bəndi. Biz dedik ki, böyük bağlamada 15 kiloqram istəyirsə, 5 kiloqramı əgər 7 manat 50 qəpikdirsə, onda 15 kiloqram neçə olar? Deməli, biz 3 dənə belə bağlama götürməliyik. 15 kiloqram 3 vurulsun 5 kiloqram olduğu üçün onda 3 dənə 7 manat 50 qəpik, yəni 3 7 manat 50, bu da eləyir 21, 22 manat 50 qəpik. 22 tam %50 manat. Belə. Bu böyük bağlama. Çiy bağlamada isə çiy bağlama üçünsə, əgər 3 kiloqram 4 manat 80 qəpikdirsə, biz 15 kiloqram istəyiriksə, onda 5 dənə belə bağlama götürməliyik. Onda kiçik bağlama olur 5 vurulsun 4,80. 5-i də 4,80-ə vursaq, eləyir 24 manat. Onda nə qədər pula qənaət etmək olar? Əgər biz böyük bağlamalarda getirsək, aydın məsələdir ki, 24-dən də çıxsaq 22,50-ni, bu da bizə verər 1,50. Deməli, 1 manat 50 qəpik biz və yaxud 1 tam %50 manat pula qənaət edərik. Böyük bağlama ilə alsaq. Böyük bağlama. 13-cü məsələyə baxaq. 13-cü məsələdə yarışın nəticəsinə əsasən üzgüçü hansı üsulla daha sürətlə üzür? Sərbəst üsulla 25 metri gedir 20 saniyəyə. Butterfly 50 metri 30 saniyəyə. Bras üsulu ilə 100 metri 50 saniyə. Deməli, bunların hər biri üçün sürəti tapaq. Birincidə sürəti tapmaq üçün məsafəni zamana bölməliyik. Buna V1 deyək. Nömrə 13-də V1 bərabərdir. 25-i 20-yə bölək. 25 metri 20-yə bölsək,
20 saniye. O da bərabərdir. Yenə də 1'ə getirək. 25'i də bölürük 20'yə. 20'ni də bölürük 20'yə. Burada metr alacağıq, burada saniye alacağıq. O da bərabərdir. Burada 1 saniye. 25'i 20'ye bölsək 1 tam 2 5. 1 tam %25 metr, burada da saniye. Deməli 1 tam %25 metr böl saniye. Bu birinci üsulla, sərbəst üsulla getdikdə. İkinci üsulla buna V2 deyək. 50 metri 30 saniyeye gedir. 50 metri 30 saniye. Əslində uşaqlar burada belə də demək olardı ki, hamısının məsafəsini getirərdik 100'ə və yaxud da ki, əksinə. 100'ə getirmək üçün bunu 4'ə, onda deməli bunu da 4'ə vurmalıyıq. Bunu 2'yə, deməli bunu da 2'yə vurmalıyıq. Onda 100 metri bu 80 saniyeye qaçır. Bu 100 metri 60 saniyeye qaçır. Bu isə 50 saniyeye qaçır. Deməli, ən daha sürətlə, ən tez üçüncü üsulla, rast üsulu ilə, rast üzmə üsulu ilə üzəndə daha sürətlə üzür. Amma bu dediyimiz qayda ilə də eləmək olardı. Burada da bölsək, 1'ə getirək, burada 1 saniye, burada da 50'ni bölürük 30'a metr. O da bərabərdir. 1 tam 3'də 5, 3'də 2. 1 tam 3'də 2 metr böl saniye. Yəqin ki, daha rahatı bu ikinci üsul dediyim kimi hamısının məsafəsini eyniyə gətirib sonra zamanları müqayisə eləyərək. Hansında ki, daha çox vaxt sərf eləyibsə, deməli orada sürət az imiş. Hansında zaman az sərf edibsə, deməli onda orada sürət çox imiş. Və 3'ü də tapmaq üçün biz yenə də 100 metri bölməli idik 50 saniyeye. Bu da elə 2 metr böl saniyedir. Deməli, ən çoxu, bax bu V3'dür. 2 metr böl saniye daha çoxdur. Digərlərinin tamları 1 tam idi. Burada cevap oldu rast üsulu. On dördüncü çalışmaya baxaq. 14-cü çalışmada cədvəldə bəzi şirələrin tərkibindəki karbohidrat və şəkərin miqdarı göstərilib. Hansı şirənin vahid həcmində karbohidratın miqdarı o birilərdən 2 dəfə çoxdur? Cədvələ əsasən A şirəsinin 300 milli həcmində karbohidratın miqdarı 25,5 milliqramdır. Onda nisbəti hesabla vahid həcmi tapsaq A şirəsi üçün. Çalışma nömrə 14. A şirəsi üçün 25,5 gram 300 millilitrdə idi. 25,5 milligram 300 millilitrədirsə, onda nisbətin bizə lazımdır ki, vahid həcmdə. Həcm bizdə 300 millilitrdir. Bunu vahidə 1'ə götürmək üçün biz nisbətin əvvəlki və sonraki hədlərini 300'ə bölməliyik. 25,5'i də 300'ə böləndə, bölək 25,5'i 300'ə, 25'də tam da yoxdur, 0 dəfə, 5'i də gəlsə yenə yoxdur. Bir dənə də 0 gələk bura, 0'da artıq atmışıq. Burada 8 dəfə, 8'dən 300, 2400 eləyir. Qaldı burada 150, yanına bir dənə 0 gəlsə 1500'də, 305 dəfədir. Elədi 1500. Elədi 0 tam 1000'də 85 milligram.
Silək hesablamanı. Deməli, A şirəsinin vahid həcmində olan karbohidratın miqdarı 0,85 milliqramdır. Eyni qayda ilə B şirəsi üçün də bunu hesablayaq. B şirəsində karbohidrat 42,5 milliqramdır. Həcmi isə 500 millidir. Bunu da getirsək 1 milliyə 42,5-i bölməliyik 500-ə. O da bizə verir 0,85 milliqramı. Deməli, onda A və B şirələrində vahid həcmdə olan karbohidratın miqdarı eynidir. C şirəsində 34 milliqram karbohidrat 200 milli həcmdədir. Onda yenə də 200-ə bölsək, burada alınır 0,17 milliqram millilitrdir. Onda fikir versək, bax C şirəsində karbohidratın miqdarı A və B-dən 2 dəfə çoxdur. Çünki 0,17 bu 2 vurulsun 0,85'dir. Deməli, onda A bəndinin sualının cavabı C şirəsində. Cevap C. Şimdi keçək B bəndinə. B bəndində deyir, hansı şirənin vahid həcmində şəkərin miqdarı daha azdır? A şirəsindəki şəkərin miqdarı, yenə də vahid həcmdə soruşur. Şəkər 30 qramdır. Həcmi isə 300 millilitr idi. Onda yenə də 300-ə bölsək, bu eləyir 0,1 qram millilitrdir. 1 millilitrdə 0,1 qramdır. B şirəsi üçün bunu hesablayaq. Şəkərin miqdarını. Şəkər 35 qram, hansı həcmdə? 500 milli həcmdə. Buradan da alırıq 0,7 qram böl millilitr. C şirəsində şəkər 18'dir. 18 qramdır. Hansı həcmdə? 200 millilitrdir. 100'ə ixtisar eləyib onluq kəsrə çevirsək, bu da eləyir 0,9 qram bölünmüş millilitr. Deməli, indi hansında daha azdır? Bu ədədləri müqayisə eləməliyik. 0,1 bilirik ki, elə 0,10 demək olar. Vergüldən sonraki rəqəmlərin sayını bərabərləşdirib müqayisə etmək bizə daha rahatdır. 0,10, 0,7 və 0,9. Aydın məsələdir ki, burada daha az olan, yəni ən kiçiyi 0,7'dir ki, bu da B'də idi. Deməli, burada da cavab oldu B. Keçək 15-ci məsələyə. 15-ci məsələdə Bakıda 2 eyni kitab 12 manata, İzmirdə 3 belə kitab 210 liraya satılır. 1 manat 12 Türk lirası olarsa bu kitab hansı şəhərdə daha ucuzdur? Çalışma 15. Bakıda 2 kitab
12 manatdır. Onda o zaman deyirik ki, deməli bir kitab neçəyədir? Bir kitab 6 manat. İzmirdə isə eyni bu kitablardan üçü, yəni 3 kitab 210 lirəyədir. 210 lirə. Onu da hesablaya bilirik ki, deməli bir kitab neçəyədir? Bəli, 70 lirəyə. İndi bizə verib ki, 1 manat 12 türk lirəsinə bərabərdir. Onda biz 6 manatı türk lirəsinə çevirsək, 6 vurulsun 12 lirə. Bu da verir bizə 72 lirə. Belə çıxdı ki, Bakıdakı bir kitab 72 lirəyə, İzmirdə isə bir kitab 70 lirəyə başa gəlir. Onda hansı daha ucuzdur? Aydın məsələdir ki, İzmirdəki. Cavab oldu İzmir. 2 lirə ucuzdur. Çalışma 16'ya baxaq. Çalışma 16'da Lalə, Samir və Elxan 4 həftə ərzində pul yığdılar. Hər həftənin sonunda Lalənin pulunun Samirin puluna olan nisbəti 2/3, Samirin pulunun Elxanın puluna olan nisbəti 3/5 oldu. Cədvəldə hər həftənin sonunda bu uşaqların cəmi nə qədər pulu olduğu göstərilib. Cədvəli tamamlayın və suallara cavab verin. Lalənin pulunun Samirin puluna olan nisbəti 2/3 idi. İndi gəlin baxaq burada bizə nə verib cədvəldə. Lalə 2 manatdır. Onda Samirdə 2/3 olduğundan deməli burada da 3 manatdır. Samirin pulunun Elxanın puluna nisbəti 3/5'dir. Həqiqətən də 3'ün 5'ə nisbətidir. İndi ikinci həftədə baxın, Samir 3 manat idi, oldu 6 manat. Onda 2 dəfə artdısa, burada da 2 dəfə artmalıdır. Yəni nisbətin hədlərini. Bunu 2'yə vurmuşuqsa, bunu da 2'yə vururuq. Bu 4 manat olur. Eyni qayda ilə burada da 2'yə vurmuşuqsa, burada da 2'yə vurmalıyıq. Bu da 10 manat olur. 2'dən birinci həftədən 3-cü həftəyə gedəndə 3'ə vurmuşuq. Deməli, indi burada da 3'ə vurmalıyıq. 3'ü də 3'ə vuranda 9 manat. Yəni də fikir verin, bunların bir-birinə nisbəti 6'nın 9'a nisbəti elə ixtisar eləsək 2'nin 3'ə nisbəti kimidir. Yenə də 5'i də 3'ə vurmalıyıq. 15 manat. 4-cü həftədə 2'ni 4'ə vurmuşuq 8. Deməli, 3'ü də 4'ə vurmalıyıq. 12 manat. Və 5'i də 4'ə vurub 20 manat almışıq. İndi suallara cavab verək. Lalənin 4 manatı olanda Elxanın neçə manat pulu oldu? Cədvələ baxaq. Lalənin 4 manatı ikinci həftənin sonunda idi. Onda Elxanın pulu 10 manat oldu. Cavab 10 manat. Hansı həftə uşaqların ümumi pulu 30 manatdan çox olar? Gəlin indi ümumi pulu hesablayaq. Birinci həftə üçün ümumi pul, burada da yazaq, ümumi. Birinci həftədə ümumi pul 2/3/5 elədir 10 manat. İkinci həftədə 20 manat. Üçüncü həftədə 30 manat. Dördüncü həftədə 40 manat. Deməli, onda 30 manatdan çox oldu 4-cü həftədə. Burada da yazdıq 4-cü həftə. Hansı nisbət Lalə, Samir və Elxanın pulların nisbətinə uyğundur? Gəlin baxaq. Lalə böl Samir böl Elxan bərabərdir. Birinci həftədə 2/3/5.
2/3/5 bu variantdadır. Əziz uşaqlar, əziz izləyicilər, beləliklə bu dərsin də sonuna çatdıq. Əgər bu dərs sizə faydalı oldusa, sizi maraqlandıran suallara cavab tapa bildinizsə, onda nə xoş mənə və növbəti dərslərimizi ardını istəyirsinizsə, onda videoya bəyən düyməsini qoymağı unutmayın. Kanala abunə olun, dostlarınızla paylaşa da bilərsiniz. Onlayn qruplarımıza qoşulsanız, daha çox məsələ və misal həlləri ilə tanış ola bilərsiniz. Bu qədər. Təşəkkür eləyirəm. Sağ olun.